Hamıya salam. Bugünkü videoda həndəsənin əsas anlayışları mövzusundan 9-cu sinif buraxılış imtahana düşmüş sualların izahını paylaşacağam. Başlayaq sualların izahına. Birinci sual. Bucaq BFD 50 dərəcədir. Bucaq AFB üstəgəl bucaq BFD-nin cəmini soruşur. Şəklə baxanda görürük ki, AFB bucağı 90 dərəcədir. Bunun yerinə 90 yazırıq. Üstəgəl bucaq BFD isə 50 dərəcədir. Cavab olur 140 dərəcə. İkinci sual. 153 dərəcəli bucaq biri digərindən 17 dərəcə kiçik olan iki bucağa ayrılmışdır. Bucaqlardan kiçiyi neçə dərəcədir? Gəlin bu iki bucaqdan birini x ilə işarə eləyək, digərini isə x üstəgəl 17 ilə işarə eləyək. Çünki biri digərindən 17 dərəcə kiçikdir. Bu iki bucağın cəmi 153 dərəcədir. Bu tənliyi həll eləyək. 2x üstəgəl 17 bərabərdir 153. 2x bərabərdir 153 çıxılsın 17. 2x bərabərdir 136. X-in qiyməti olur 68. Bucaqlardan kiçiyi neçə dərəcədir? Kiçik bucaq 68 dərəcədir. Böyük bucaq isə 68 üstəgəl 17 dərəcəyə bərabər olur. Yəni 85 dərəcə. Üçüncü sual. OD şüası AOS bucağının tən böləni olarsa, x-i tapın. Biz bilirik ki, bucağın tən böləni həmin bucağı yarıya bölür. Əgər OD bu bucağı yarıya bölürsə, deməli bu bucaqla bu bucağın dərəcə ölçüsü bir-birinə bərabərdir. 5x bərabərdir 2x üstəgəl 36. Tənliyi həll eləyək. 2x sol tərəfə atırıq. Olacaq 3x bərabərdir 36. X-in qiyməti olur 36 bölünsün 3. 12. Bizdən də x-i soruşurdu. Doğru cavab olur B variantı. Dördüncü suala baxaq. Alfa bölünsün beta bölünsün qamma 3/4/5 nisbətində olarsa, qamma çıxılsın alfa fərqini tapın. Həndəsənin əsas anlayışları dərsində belə bir düstur var. Alfa üstəgəl beta üstəgəl qamma bərabər olur buradakı bucağa. Buna əsasən yazaq. İlk öncə bu hissəyə baxaq. Alfa bərabərdir 3x-ə, beta bərabərdir 4x-ə, qamma bərabərdir 5x-ə. Alfa üstəgəl beta üstəgəl qamma cəmini tapaq. 3x üstəgəl 4x üstəgəl 5x bərabərdir 120. 12x bərabərdir 120. X-in qiyməti olur 120 bölünsün 12. 10. İndi bunların qiymətlərini yazaq. Alfa 3x-dir. 3-ü vururuq 10-a, 30-a bərabərdir. Beta 4x-dir. 40-a bərabər olur. Qamma 5x-dir. 50-yə bərabər olur. Şərtdə soruşur ki, qamma çıxılsın alfa fərqini tapın. Qammanın qiyməti 50-dir. Alfanın qiyməti 30-dur. 50 çıxılsın 30. Cavab olur 20. Yəni D variantı. 5-ci suala baxaq. Qonşu bucaqların fərqi 40 dərəcə olarsa, böyük bucağı tapın. Qonşu bucaqlarının birini alfa, digərini beta ilə işarə eləsək, bunların fərqi olacaq 40. Bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Alfa üstəgəl beta bərabərdir 180. Bu tənliklər sistemini həll edək. Tərəf-tərəfə toplasaq, bunlar islah olacaq. Yerdə qalır 2 alfa bərabərdir 40 üstəgəl 180. Yəni 220. Alfanın qiyməti olacaq 220 bölünsün 2. 110. Betanın qiyməti olacaq 180 çıxılsın 110. Yəni 70. Şərtdə bizdən böyük bucağı soruşur. Böyük bucaq 110 dərəcədir. Doğru cavab olur Y variantı. 6-cı suala baxaq. Bucaq AOS, bucaq COD, bucaq DOB. Bunlar bir-birinə bərabər olarsa, COD bucağının dərəcə ölçüsünü tapın. AOB bucağı açıq bucaqdır. Bütöv bura 180 dərəcədir.
Əgər AOB bucağı daxildən 3 dənə bərabər bucağa bölünübsə, onda bunlardan birinin dərəcə ölçüsünü tapmaq üçün 180-i bölürük 3-ə. Olacaq 60. Y variantı. 7-ci suala baxaq. Açıq bucağın təpəsindən çıxan şüa biri digərindən 60 dərəcə kiçik olan iki bucağa ayırır. Böyük bucağın dərəcə ölçüsünün qiymətini tapın. Açıq bucağı təsvir edirəm. Bu bucağın təpəsindən bir şüa çəkirəm. Həmin şüa biri digərindən 60 dərəcə kiçik olan iki bucağa ayırır. Bura olsun x, bura olsun x üstəgəl 60. Böyük bucağın dərəcə ölçüsünü soruşur. Bilirik ki, açıq bucağın dərəcə ölçüsü 180 dərəcədir. Deməli, bu iki bucağın cəmi 180-ə bərabər olmalıdır. X üstəgəl 60 bərabərdir 180. 2x üstəgəl 60 bərabərdir 180. 2x-in qiyməti olur 120. X bərabərdir 120 bölünsün 2. 60. Bir bucaq 60 dərəcədir. Digəri isə bundan 60 dərəcə böyükdür. Yəni 120 dərəcə. Bizdən böyük bucağın dərəcə ölçüsünü soruşur. Doğru cavab olacaq 120. 8-ci suala baxaq. AB, SK və YF xətləri O nöqtəsində kəsişir. Bucaq AOC 44 dərəcədir. Bucaq FOK 56 dərəcədir. Bucaq YOB-nin dərəcə ölçüsünü tapmaq tələb olunur. Yəni bura. Xətlər kəsişəndə burada qonşu və qarşılıqlı bucaqlar əmələ gəlir. Bu tapşırığı həll etmək üçün biz qarşılıqlı bucaqlar qaydasından istifadə edəcəyik. Bu bucaqla bu bucaq qarşılıqlı bucaqlardır. Bilirik ki, qarşılıqlı bucaqların dərəcə ölçüləri bir-birinə bərabər olur. Yəni, əgər bura 44-dürsə, burada 44 olur. İndi biz ancaq sağ tərəfə baxırıq. YOF, yəni bura açıq bucaq sayılır. Açıq bucağın dərəcə ölçüsü 180-dir. Deməli, buranı tapmaq üçün biz 180-dən 44 ilə 56-nın cəmini çıxmalıyıq. Bucaq YOB-ni x ilə işarə edək. Bura olsun x. X üstəgəl 44 üstəgəl 56 bərabərdir 180. X üstəgəl 100 olur 180. X-in qiyməti olur 80. Doqquzuncu suala baxaq. AB parçası 6 bərabər hissəyə bölünmüşdür. AC bölünsün BD nisbətini tapın. Hər birini x ilə işarə edək. AC buradır. Yəni 1x. BD isə buradan bura qədər olan məsafədir və burada 4x var. X bölünsün 4x. 1 böl 4 nisbətində. Bunu da onluq kəsr şəklində yazsaq 0,25 edər. Doğru cavab Y variantı. 10-cu suala baxaq. A və B xətləri paralel olarsa alfa bucağını tapın. Gəlin bu xətti uzadaq və bu bucaqla bu bucağa baxaq. Bunlar daxili çarpaz bucaqlardır. Daxili çarpaz bucaqlar da bir-birinə bərabər olur. Ona görə bura olacaq 150. Əgər bura 150-dirsə, ona qonşu olan bu tərəf olacaq 30. Çünki qonşu bucaqların cəmi 180 dərəcədir. Digər tərəfdən burada belə bir üçbucaq yarandı. Və biz bilirik ki, üçbucağın bir xarici bucağı, yəni bu bucaq, ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. 110 bərabərdir 30 üstəgəl x. Buradan x-i tapaq. 110 çıxılsın 30. Yəni 80. Deməli, alfa bucağının qiyməti olur 80. 11-ci suala baxaq. A və B, C və D düz xətləri paralel düz xətlər olarsa, x-i tapın. Buradakı bucaqla buradakı bucaq qarşılıqlı bucaqlardır.
qarşılıqlı bucaqların dərəcə ölçüləri bir-birinə bərabər olur. Daha sonra bu bucaqla bu bucaq daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Onda bu bucaq olacaq 180 çıxılsın 110. Yəni 70 dərəcə. Digər tərəfdən bu bucaqla bu bucaq uyğun bucaqlardır. Biz də bilirik ki, uyğun bucaqların dərəcə ölçüləri bir-birinə bərabər olur. Yəni 2x üstəgəl 10 bərabərdir 70. 2x bərabərdir 60. X-in qiyməti olur 30. 11-ci sualın cavabı oldu 30. 12-ci suala baxaq. BD AC-yə perpendikulardır. Bucaq BOD-nin dərəcə ölçüsü 50 olarsa, bucaq AOD-ni tapın. Bizdən buranı tapmaq tələb olunur. Bucaq AOD. Bucaq AOD 2 dənə bucaqdan ibarətdir. Düz bucaq və 50 dərəcəli bucaq. Bilirik ki, düz bucağın dərəcə ölçüsü 90-dır. Bunun da üstünə buradakı iti bucağın dərəcə ölçüsünü gəlsək, doğru cavabı tapırıq. 140. 13-cü suala baxaq. D1 və D2 düz xətləri paraleldir. Alfanın qiyməti 110 dərəcə olarsa, betanın qiymətini tapın. Alfa və beta uyğun bucaqlardır. Uyğun bucaqların da qiyməti bir-birinə bərabər olur. Əgər alfa 110 dərəcədirsə, onda betanın da qiyməti 110 olacaq. 14-cü suala baxaq. X çıxılsın alfa 120-dir. X çıxılsın beta 110-dur. X çıxılsın gamma 100 dərəcə olarsa, X-i tapın. Bunu həll etmək üçün gəlin ilk növbədə bu bərabərliklərin hər birini alt-alta yazaq. X çıxılsın alfa bərabərdir 120. X çıxılsın beta bərabərdir 110. X çıxılsın gamma bərabərdir 100 dərəcə. Daha sonra bu tənlikləri tərəf-tərəfə toplayaq. 3 dənə x çıxılsın. Bunları da mötərizə içərisinə yazıram. Alfa üstəgəl beta üstəgəl gamma bərabərdir bunların cəminə. 330. Digər tərəfdən əvvəlki çalışmaların birində də vurğuladım ki, bu şəklə baxanda alfa üstəgəl beta üstəgəl gammanın x-ə bərabər olduğunu demək olar. Deməli, bunun yerinə biz x yaza bilərik. 3x çıxılsın x bərabərdir 330. 2x bərabərdir 330. X-in qiyməti olacaq 330 bölünsün 2. Cavab olacaq 165. 15-ci sual. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 40 dərəcə olarsa, digər iti bucağı tapın. Düzbucaqlı üçbucaq təsvir elədim. Bilirik ki, onun bir bucağı düzbucaqdır, yəni 90 dərəcədir. Əgər iti bucaqlarından biri 40 dərəcədirsə, digər iti bucağı olacaq 50 dərəcə. Çünki üçbucağın daxili bucaqlarının cəmi 180-ə bərabərdir. 90 üstəgəl 40 üstəgəl naməlum bucaq bərabərdir 180. 130 üstəgəl x bərabərdir 180. X-in qiyməti olur 50. Digər tərəfdən düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90-dır. Əgər biri 40-dırsa, digəri 90 çıxılsın 40 50-yə bərabər olur. İki üsulla da tapmaq mümkündür. 16-cı sual. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri 94 dərəcədir. Digər bucaq kör bucaqdırsa, bu bucağın dərəcə ölçüsünü tapın. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər olur, ya da onların cəmi 180 dərəcə olur. İki halda yazaq. Əgər bir-birinə bərabərdirsə, onda hər iki bucaq 94 dərəcə olacaq. Əgər bir-birlərinə bərabər deyilsə, onda onların cəmi 180-dir. Deməli, birincisi 94-dürsə, ikincisini tapmaq üçün 180-dən 94 çıxmaq lazımdır. 86 dərəcə. Şərtdə yazılıb ki, digər bucaq kör bucaqdır. Bizim tapdığımız ikinci variantdakı bucağın biri 94-dür, biri 86-dır. Yəni, biri kör bucaqdır, digəri iti bucaqdır. Amma şərtdə deyir ki, digər bucaq kör bucaqdır.
Yəni bizə birinci variantda olan bucaq lazımdır. Bu bucağın da dərəcə ölçüsü olacaq 94 dərəcə. 17-ci suala baxaq. ABC açıq bucaqdır. BM ABN bucağının tənbölənidir. Şəkildə bunu qeyd eləsək belə alınacaq. Bu iki bucaq bir-birinə bərabər olur. Bucaq CBK 30 dərəcədir. Bucaq KBN 50 dərəcədir. Bucaq ABM-i soruşur. Yəni buranı. Gəlin buranı da x-lə işarə eləyək. Və bütün bu bucaqların cəmini 180-ə bərabər eləyək. Çünki bu bucaq açıq bucaqdır. 2x üstəgəl 50 üstəgəl 30 bərabərdir 180. 2x üstəgəl 80 bərabərdir 180. 2x bərabər olur 100-ə. X-in qiyməti olur 50. Deməli, ABN bucağının qiyməti olacaq 50 dərəcə. 18-ci sual. Nöqtələrdən neçəsi A düz xəttinə aid deyil? Nöqtələr iki cür ola bilər. Düz xəttə aid olan və düz xəttə aid olmayan nöqtələr. Əgər verilmiş nöqtələr düz xəttin üzərində yerləşirsə, bunlar düz xəttə aid olan nöqtələrdir. Əgər düz xəttin üzərində deyilsə, kənarda yerləşirsə, deməli bu nöqtələr düz xəttə aid deyil. Bizə də şərtdə aid olmayanlar soruşur. Yəni düz xəttin üzərində olmayan nöqtələr bu nöqtələrdir. C, D, Y, K nöqtələri. Neçəsi düz xəttə aid deyil? 4 dənəsi. Cavab D variantı. 19-cu sual. AOB açıq bucaq AOC COD-yə bərabərdir. O da DOB-yə bərabər olarsa, bucaq COD-ni tapın. Bu əvvəlki sualın təkrarıdır. Burada da bu üç bucağın hər biri bir-birinə bərabərdir. Ona görə də bir dənəsinin dərəcə ölçüsünü tapanda 180-i 3-ə bölmək lazımdır. Doğru cavab olur 60 D variantı. 20-ci suala baxaq. A və B düz xətləri paralel olarsa, Y bucağını X və Z ilə ifadə edin. Baxaq. Bura Y bucağıdır. Onda burada olacaq Y. Çünki bunlar uyğun bucaqlardır və uyğun bucaqların da dərəcə ölçüsü bir-birinə bərabər olur. Sonra baxanda görə bilərik ki, burada bir üçbucaq var və X bucağı həmin üçbucağın xarici bucağıdır. Y və Z isə həmin üçbucağın daxili bucaqlarıdır. Belə bir qayda var ki, üçbucağın bir xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni X bərabərdir Y üstəgəl Z-in qiymətinə. Bizdən də soruşur ki, Y bucağını X və Z ilə ifadə edin. Buradan Y-i tapaq. Y bərabərdir X çıxılsın Z. Doğru cavab olur C variantı. 21-ci sual. Sahədə bir düz xətt üzərində A nöqtəsindən başlayaraq B nöqtəsinə daxil olmaqla aralarındakı məsafə eyni olan 99 ağac əkilib, C nöqtəsi A və B nöqtələri arasında yerləşir. AC böl CB 3 böl 4 olarsa, C nöqtəsi A-dan başlayaraq neçəncidir? Şəkli təsvir elədim. Məsələnin daha aydın olması üçün kənarda qısa bir nümunə verəcəm. Fərz eləyək ki, bura A-dır, bura B-dir. Və şərtdə belə yazılıb ki, A nöqtəsində də, B nöqtəsində də 3 ağac əkilib. Yəni, bu iki nöqtə daxil olmaqla ümumilikdə bu ərazidə 3 dənə ağac var. Onda biz ortaya bir dənə ağacı yerləşdiririk. 1, 2, 3. 3 dənə ağac oldu. Amma arada 2 hissə var. Yəni, məsafəni tapanda ağacların sayını bir vahid azaltmalıyıq. Əgər 3 dənə ağac əkilibsə, deməli bu 2 hissədən ibarətdir. Yəni, ağacların sayından bir vahid aşağı olur. Şərtdə yazılıb 99 ağac əkilib. Həm A nöqtəsi, həm də B nöqtəsi daxildir, yəni birini çıxmalıyıq. 99 ağac əkilibsə, deməli arada 98 dənə hissə var. Necə ki, burada 3 ağac əkilmişdi, amma 2 hissə var idi. Deməli, 99-dan 1 çıxırıq, olur 98. Məsafə 3 böl 4 nisbətindədir. Yəni, 3x və 4x-ə işarə elədim. Bunların cəmi olacaq 98.
3x üstəgəl 4x bərabərdir 98. 7x bərabərdir 98. X-in qiyməti olur 14. Bu məsafə olacaq 3 vurulsun 14. 42. Bu məsafə olacaq 4 vurulsun 14. 56. A və C nöqtəsi arasındakı məsafə 42-dir. Yəni 42 dənə bu hissədən ibarətdir. Əgər bizdən soruşsa ki, C nöqtəsi A-dan başlayaraq neçəncidir, onda 42-nin üstünə 1 gəlməliyik. Necə ki, burada bir hissədir, amma burada olan C nöqtəsi A-dan başlayaraq ikincidir. Deməli, yuxarıdakı nümunədə də C nöqtəsi A-dan başlayaraq 42 üstəgəl 1. 43-cü ağac olacaq. Çünki 42 burada ağaclar arasında olan hissədir. Deməli, bunun da cavabı olacaq 43.